Bunu gördüm, bir hadisə yadıma düşdü. Bu Fəhlə prospekti deyirlər. Yəni Ağşəhərdən düz Zığa qədər. Orada avtoban deyirlər. Orada da sürət həddi yuxarıdır. Orada piyada keçidi də qoyulub, yolun üstündən də qoyub dövlət, aşağıdan da qoyub. Yəni ki, müəyyən bir yerdə də, yəni ki, qoyub oradan keçməlidir cəmaət. Bir qadın da oradan keçib, yaşlı qadındır da. İndi Allah rəhmət eləsin, məkanı cənnət eləsin. Nəsə keçib oradan biri vurmuşdu maşından buna. Nəsə ona cinayət işi açıldı, arvad öldü. Oğlu getdi məhkəməyə. Dedi bu şofer tutularsa mən birbaşa hara lazımdır müraciət edəcəm. Günah mənim anamdadır. Mənim anam o yolu niyə keçirdi ki? Yer gələndə ona anasından əziz kim var ki? Niyə keçirdi ki? Cəmaatı da bədbaxt eləyirdi. Bizi də bədbaxt elədi. Özünü də, şoferi də. Yəni bu insana cinayət işi açılmayacaq. Yəni bu insan getməməlidir içəri. Və onu da dövlətimiz azad elədi. Yəni müəyyən bir cərimələr ödətdirdi və ondan da azad oldu. Yəni onu xilas elədi. O da sağ olsun. Bütün o hüzürdür, yas mərasimidir, hamısını qarşıladı, qəbir daşına qədər düzəltdi. Ömür boyda duaçı oldu ki, belə bir insan çıxdı qarşıma da. Yəni bu hadisədir. Heç kim istəməz onu eləsin. Yəni bu şofer də Allah ona kömək olsun. Nə boyda xəcalət çəkir, nə boyda əziyyət çəkir. O insanın yaşadıklarını Allah heç kimə yaşatmasın. O istəyərəkdən eləmədi. O cinayətkar deyil. Bugünkü gün bəlkə də ona cinayət işi açılacaq, bəlkə 5 il, 10 il içəri gedəcək. Onun da balaları var. O ailəsinə görə fikirlidir. Rul dalındadır. Bu şoferləri nəzərə alın. Bir də buradan səslənirəm bu bəzi qanmaz piyadalara səslənirəm. Yolu keçəndə adam kimi keçin. Keçiddə, piyada keçidlərində keçin. Cəmaatı bədbaxt eləməyin. Durmuşsunuz, kayfla biri qulağında naşırıq, biri əlində telefon, nazlana, hardan gəldi keçirlər. Piyada keçidində bütün hüquqları yada düşür ki, bu piyada keçididir. Şofer də oturub gözləməlidir bunu. Ki, bu nazla burcuda geçsin. Söhbət kişi, qadın fərqi yoxdur, elə hamısına aiddir. Yəni, bu şoferləri nəzərə alın ki, şoferlər də insandır. Onlar istəməz sizi vursun. Yəni bir nəzərə alın, burada piyada keçidi qoyulub. Mən Allahın olsun, dövlətin yerində olsun, piyada keçidindən keçməyəni 5000 manat ən azı cərimə eləyərəm. Yəni bu da o demək deyil, zəmin yaratmıram kiməsə ki, yəni əlavə pul qazansın. Söhbət ondan gedir ki, bir insanın səhvinə görə kimlərsə əzab çəkir. Vurulursan, özün də bədbaxt olursan, kimisə balasını da bədbaxt edirsən, kimisə balasının gözü yaşlı qoyursan, içəri türməyə düşür. Niyə axı? Niyə normal keçmirsiniz? Bax, indi məhz buradan da vurğuluram. Xırdalanda Bravo marketin yanında, Heydər Əliyev parkına keçən yolda. Orada dəfələrlə görmüşəm. Svetofor var, işıq var. Piyada keçidi də var. Nə ona rəayət edən var, nə bir şey. Hamısı da keçir. Dəfələrlə də şofer az qala vurur. Yəni hamısı da şoferlər, mən fikir vermişəm ki, rəayət edirlər. Piyada keçidinə çatanda sürəti azaldılar. Təbii ki, bəzi qudurğanlardan iraq, hansı ki, otururlar rol dalına, adekvat olmurlar. Keyfli olur, nəşəli olur, neyinir, basır gedir, cəmaatı vurur. Onlar xaric, normal sürücülər yolunu gedir. Piyadalar bütün o cinayətlərdə, avtoqəzalarda çoxunu yaradan piyadalardır. Nə də canınızdan bezmisi cəmaatı bədbaxt eləmir. Nə canından bezmisi, get özünü pəncərədən at. Nə bilim, get qatarın altına at. Nə bilim, neyirsən elə, cəmaatı bədbaxt eləmə də. Nədir bu cəmaat? Bu yazıq bədbaxt oldu axı. Bu bədbaxt oldu, bədbaxt. Yəni kimisə vurdu, öldü ki, bu o cürə təşvişlə, o cürə həyəcanla, bu insan xəcalət hissi ilə həyatın puç olmağını bir anlıq gözün qabağına aldı. O nələr yaşadı, o balaları nələr yaşadı. Keçəndə bir qaydalara rəayət eləyən. Allah xalqımızı, dövlətimizi qorusun. Bu milləti belə sarsaq insanlardan, yoluna, hərəkətinə fikir verməyən insanlardan qorusun. Allah bütün xatabaladan qorusun hamını. Buradan da bütün şoferlərə, sürücülərə Allahdan səbir və bir də belə şeylərdən uzaq olmağı arzulayıram.